Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli izləyicilərimiz. Şəhərin mərkəzinə yaxın Gəncliklə Semaşkanın arasında belə bir evimizlə qarşınızdayıq. Evimizin aşağıda 14 kvadrat metrlik özünün şəxsi qarajı, 3 mərtəbəli evimizdir. Sənədli, çıxarışlı hər bir şeyi var evimizin. Gəlin sizə bütün evi tərtəmiz halda göstərim. Sanuzilləri gördüğünüz kimi. Bura birinci mərtəbəsi, mətbəxi. Burası foyer. Gördüğünüz kimi. Gəlin ikinci mərtəbəni göstərim sizə. Yenə deyirəm, şəhər mərkəzinə çox yaxındır. Yəni Gəncliklə Semaşkan arası Teymur Əliyev küçəsidir. Bura ikinci mərtəbədə bir yataq otağı. Gördüğünüz kimi. Qalxırıq üçüncü mərtəbəyə. Bir yataq otağı da burada. Baxın. Və burada bizdə el arasında zal deyirlər. Zalı. Evimizin terası da var. Yəni balkonu da var. Gördüğünüz kimi. Yayda istirahət eləmək üçün əla bir yerdir. Bura el arasında Milyonerlər məhəlləsi gedir. Teymur Əliyev. Görüntüsü də budur. Deməli belə. Evimiz 69 metr kvadrat metr yəni rəsmi sənədləndir. 90 kvadrat metr özüdür. Hər bir şeyi, çıxarışı, hər bir sənədi mövcuddur. Heç bir problem yoxdur. Mülkiyyətləndir. İstədiyiniz vaxtı evi öz adınıza keçirdə bilərsiniz. Qiyməti isə bu ərazilərə görə çox ucuzdur. Cəmi 170 min manat. Bəli, səhv eşitmədiniz. Cəmi 170 min manat. İstədiyiniz kimi alıb evi özünüzə görə dizayn edə bilərsiniz, verə bilərsiniz. İnteryer verə bilərsiniz. Özünüz necə istəyirsiniz elə deyin. Çox gözəl. 170 min manat evimizin qiyməti və bizim 2% ofis haqqımız evin qiymətindən. Maraqlananlar 24 saat bizimlə əlaqə